Avrasiya Aikido Təşkilatının texniki direktoru Nebi Vural tədbiri belə dəyərləndirib. Bu bir gelişim semineri. Herkes açık, her seviyedeki insanların gelip burada çalışabilmesi için biz de bildiklerimizi onlarla paylaşıyoruz. Daha da ileriye gitsinler diye. Ya şunu da söylemek gerekir ki organizasyonda çalışan arkadaşlar hepsi çok kaliteli. Azərbaycan Avrasiya Aikido və Budo Mərkəzinin sədri Nazim Əliyev isə bunları deyib. Deməli, bizdə seminarda iştirak edirlər Türkiyədən, qardaş Türkiyədən, Slovakiyadan, Moskvadan, İsraildən olan qonaqlarımız gəlirlər.